Salamlar, vaxtınız xeyir olsun. Əslində bu aralar əksər insanların münasibətlərdən korluq çəkdiyini görürsən və bəzən vloqların əksəriyyətini bu istiqamətdə planlaşdırırsan ki, bilirsən axı insanların zəif nöqtələri nələrdir. E, İndiki əvvəldən bəri olsa da, indi daha çox qloballaşan və insanların ayrı-acına bir-birini günahlandıran bir növ məsələlər var. Mütləq şəkildə bu el qınağı içərisindən çıxıbsa, oğlan narkoman, qız da fahişə, yəni pozğun sayılacaq. Bu əslində çox qısa və net metoddur. Sən səhvini boynundan atıb danırsansa və ona o səhvi sən götürmürsənsə, amma əslində o səhvi sən götürməlisən. Sən səhvindir axı. Və qarşı tərəfi tez-bazar günahlandırıb bitdi getdi. Çünki insan içi rahat deyil axı. Az da olsa, kiçik də olsa. Bir balaca yenə rahatlama hissi. Və nəticə etibarilə qarşı tərəfdə olan həmin bir növ hisslərin, belə deyək, bitməsimi, yaxud bitməsə də ani bir əsəbin kinin ucbatından tez bir 12 nöqtə atışla qərar verib son qoyulması nəticəsində bəzi münasibətlərdən sonra növbəti münasibət qurulanda travmalar alınır və qırılma nöqtəsi yaranır ki, bu da onun kimi olacaq. Sən pis idinsə, o da pis olacaq. Sən səhv idinsə, o da səhv olacaq. Çünki bir dəfə göz bunu gördü. Çalışın istənilən münasibətdə olsun, net olun və çalışın heç zaman, əsla heç kəsə bağlanmayın və soyuqqanlı olun. Səni doğan anan buna ailəvə, bacı var, qardaş var. Bunlara bağlanmalısan. Amma bunlardan kənar olan bir şəxsə bağlanmağın da bir qədəri var. Çünki ayrılıq olanda sən itirəcəksən, o yox. Bir Lorel'də bir məsələ var, deyil, nə qədər quruza düşəsən. Çalışın heç kəsə lazımından artıq dəyər verməyin. Bəzən görürsən, dəyərsiz insanlar zamanla bilinir. Bu qədər. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər mesaj bölməsinə məlumat verə bilərlər.